Salam, hər vaxtınız xeyir. Ovçu dostlar, balıqçı dostlar. İnşallah bugün Qum adasına gedirik, balıq ovuna, Ömərlə mən. Ondan sonra gedək Razinlə Ayazı da götürək. İnşallah ondan sonra gedək Əhmədlidən Amil də götürək. Bugün saat 3'dür. Saat 3'dür. 4'də işləyir. Saat hardasa 2'dən durmuşuq. Yığışmışıq, indi inşallah tərpənirik. Salam, hər vaxtınız xeyir dostlar. Yenə də gecədən yığışdıq Ömərlə, beşlərimizi, büşlərimizi yığdıq. Fikirləşirik ki, gedək balıq ovuna. İnşallah getdik Razinə, Razindən Ayazı götürdük. Oradan təzdən fırlandıq, gəldik, Amili götürdük. Bu da Amil yenə həmişəki kimi yığıb, evdə nə qədər beş var, hamısını yığıb gətirib Amil. İnşallah Amil də beşlərini yıxsın. Maşınımıza yavaş-yavaş tərpənək. Gecə saat hardasa 2'dən durduq. Ora-bura yığışmırıq. Gəldik hardasa 3'də biz evdən çıxdıq. Sonra Razinə, oradan təzdən Əhmədliyə gəldik. Amili götürdük. Oradan da inşallah fikirləşirik ki, məsləhətləşirik, Qum adasına gedək. Səhər tezdən çox mağazinədə idik biz. Heç bir mağazində, yəni isti təzə çörək tapmadıq. Ona görə Kütümov üçün istədik ki, bir təzə çörək götürək. Getdik Günəşli. Günəşlidə zavod çörəyi satılan yerə çıxdıq. Düz zavodun özünə getdik. Oradan zavod çörəyi də götürdük ki, inşallah Kütüm üçün də atarıq spini. Ayaz da yanımızda, sonra Amildir, bir də Ömərdir. Gəldik səhərə yaxın. Hava ilə təzə işıqlaşırdı ki, biz çatdıq Qum adasına. Heç kim yox idi. Biz gələndə orada Qum adasında heç kim yox idi. Boş idi hər yer. İnşallah veşlərimizi, müşlərimizi hazırladıq, düzəltdik. Ayazın bir dənə spiniki var idi hazır. Birini isə düzəltmək lazım idi. Elə orada Ayazın spiniklərini də düzəltdik. Ayaz çoxdandır balığa getmirdi. Düzdür. Spinikləri zaten sistemi zaten dəyişmək lazım idi. Ona görə biraz səhər tezdən Ayaz üçün bəzi işlər görüldü. Biz o işləri görənə qədər Amil hər şeyi hazır eləyib. Spinniklərin bəzilərini Amil atmışdı suya. Biz də yavaş-yavaş Ayazın spinniklərini düzəltdik. Öz spinniklərimizin başlarını düzəltdik, pavadokları saldıq. Hər şeyi hazır etdik. Sonra çörəyi götürdük. İstədim çörəkdən də kəsim. Çörəkdə Kütüm üçün çörəyi də atıb. Külək zad da yox idi. Səhər-səhər yaxşı hava idi. Səhərin təmiz dəniz dayanmışdı. Dalğa zad da yox idi. Əsl balıq havası idi. Yəni biz bir balaca düzdür isti oldu gün ortaya. Amma yenə də bulud olsa lap əla olardı. Əsl balıq havası idi. Biz yığışdıq, gəldik balıq tutmağa. Elə buradan yeri gəlmişkən balıqçı dostlarımıza, ovçu dostlarımıza hamıya salam deyirəm. Bizim kanalı izləyən hər kəsə də minnətdarlığımı bildirirəm. Həmişəki kimi, yəni birinci balığı yenə də Amil tutdu. Yenə də sifdən Amil çıxartdı. Keçində də sən çıxartmışlar, sifdən Amil. Qəşəng. Allah bərəkət versin. Ayaz, gəl buradan at Ayaz. Var nəsə səndə, var, çıxar deməz. Allah bərəkət versin. Ayaz, gəl buraya, de, Ömər çıxartdı sizi. Gəl bura. Gəl bura Ömər, getmədi, buradadır şey. Ömər, buradadır. Boş bırakın Ömər, bax. Yığanda da bir də dartılı saxlayıq. Ne gəlir? Nəsə gəlir? Maşallah. Bir dənə vobla. Allah bərəkət versin. Ayaz, gəl qarmağı dəyiş, balacasını qoy. Balacaya düşür. Reska var ha. Var Ayaz. Nə var? Görsən vuranda belə vurur. Görsən başına bas bir gün. Görsən də tərpədir. Baba. Gördün? İki dənə var, ikisi birdən. Ala.
Aa şey, abi. Allah bereket versin. Cavab boş. Görsən ha. Biraz dartıl saxlamaq lazımdır ki, ayaz hiss eləyəsən o vuranda. İlana var. Nədir? Sörtgüyə oxşamır bu. Kifaldır. Ha, Allah bərəkət versin. Ayaz gəl buraya qaqaş. Sən gəl mənə yanma. Sən sağ dokunanı mı verim sənə? Qəşəng kifaldır. Gəl buraya. Yekələrin usta pişirəcəyik də. Yekələrin pişirəcəyik burada. Teşekkür. Allah bərəkət versin. O sürtəcə bak. Hadi. Lazım deyil Ömər. Suyun içində. Onda dansa şey. Demiyor. Başlı qaldı mı? Başlı da. Deyəndə gözlə bir dəqiqə Ömər. Neçə dənədir? 1, 2, 3, 4, 5 dənədir. 5 oldu. Allah bərəkət versin. Qoy bunu söndürək. İlanın ağzındakı bu çıxıya bax sən. Təzə değil. Təzə tutub tərpənir özdə. Bizimki də var oraya bizə. Ha sən belə yığ Ömər, bax boşa buraxma. Görsəniz yığır ha. Sən belə yığ gətir. Nədir bu? Vobla. Vobladır. Yaxçıdır. Allah bərəkət versin. Bala çıxırlar. Amil hara getdi? Hə, oradadır. Orada sən Amil. Səs gəlmir. Götür Ömər. Həcə burada bizə arada bir dənə bovla zad çıxır burada. Bəlkə o bayaq keçirtdiyin şeyə gəlib. Kraba, hə? Yengəcə tutmusan. Ha. Bəlkə özü yeşə balıq tutmusan Ömər. Oba. Hansına tuttun? Ha. Bayaqçılar. Ayaz. Bayaqçı şeyə tut deyə oradan taxmış deyə yeriyirdi. Yengəz. Ha. Qəşəng, Allah bərəkət versin. Ha, əyirsə var onda. Bək tutur, böyle şüp belib sürüşüb çıxır adamın əlindən. Ha. İndi düşəcək, onu bırax, bunu tut. Gəlir. Ha, Allah, maşallah, boblaq, qəşəng. Allah bərəkət versin. Önce başlayıb balıq. İndi baxım görüm nə çıxardırsan da sən baxıram. Sən işimi gözümü saxlayıb sən baxıram ki görüm abi. Oba. Allah, yenə yıxıldılar. Maşallah, Allah bərəkət versin. Qəşəngdir. Ömər. Allah var üstündə. Allah. Allah bərəkət versin. 2 dənə. Aa, bura bax abi. Bax. Maşallah. İkisi de babla daldalı şap başa. Geri ve ağaca vurur. Ay, hamı Ayaz'a balet elir. Ayaz tut da. Ay, sen torpak kurdundu. Gör ne boydadı babla. Torpak kurduna geldi. En yaxşısıyla bu. En yaşasını Ömer tuttu. Kifal. Gətir bu tərəfə.
Qaldır. Ben de bilirsən ki. Hə. Öyle özü ağzından çıxır diyor, bota-botdur özdə. Sənə xətribə tutdum, sən bilirsən ki. Yəni indi Ayaz əmdə tutacaq. İndi görəyirsən Ayaz. Sən tutmalısan, ver atım. Ver qaqaş, ver mən atacağam. Mənə baxar at Ayaz. Mənə bax, belə at bu üzə. Hara getdi o? Qırıldı dersən şey. Ya qırmadı. Qırılmadı? Öyle. Sənə xətribə tutdum. Hə, at geçsin qarşı. Şu. Hə dostlar, səhər gün çıxdı, sonra biz ki gecədən çıxmışdıq, biraz azmışdıq, yüngül var idi, dedik səhər çörək yeyək. Xidmani özümüz üçün kalbasadan, pandıq, zad, yumurta, kartol zad düzəltmişdik. Qəşəng çayımız da var idi, dedik səhər yüngül var idi, biraz səhər çörək yeyək, azmışdıq elə hamımız. Oturduq naxadı, yüngül var idi, çörəyimizi yedik, çayımızı içdik. Qəşəng həm də biraz dincəldik, hava da biraz isinmişdi. Düzdür, yemək qabağı mən bir partiya düşdüm suya. Qəşəng boğazıma kimi girmişdim, dərin tərəfdə yıxıldım, suya düşdüm. Suya düşdüm, ona da hələ bu yemək də mənə fürsət oldu. Paltarlarımızı da çıxartdım hamısını, yığdım Nivanın qabağına, qurusun. Sonra başladıq yenə də balıq tutmağa. Yürü Ayaz. Ova, yığ. Allah bərəkət ver. Şurada olmalı da bu da. Ver bu tərəfə. Əla Ayaz. Bu da qəşəng. Allah bərəkət versin. Hadi Ömər də tutdu bir dənə balasasını. Görürəm, gəlir, yaxşıdır, kifaldır. Allah bərəkət versin, amin. Yaxçıdır. Var ha, vurur. Siyah. Ne geldi? Axır ki tuttum. Axır ki da görsən də, deyirəm də sənə də Ayaz əmi. Oba, axır ki. Şey, amin. Allah deyirdin tuta bilməyim. Ayazdır, söküb, kifa, oba. Sen ola. Sen ne yapıyorsun? Yox, mən ki aşağıdan gəldi, oradadır. Vovladır. Allah bərəkət versin. Düz ağzının ucuna keçib. Fikir versən nəyə tuturam. İmkan ver, bırak, boşalt. Ağaç boşalt. Boşalt deməli, balıq gəlir. Deyə bir dənə də boblu oradan gəlir. Bırax sən boşalt geçsin, ayıs ol. Əmi oradan çıxardıb buraxacaq özü. Boşalt. Maşallah iri bobla da o. Məndəki biraz balacadır. Adı o yaxşıdır. Biraz boş bıraxan kimi dartıb şey aparırlar. Naxadı. Qurdu. Yok. Bende kurşunlar iyi. Bobla. Hə. Aşağıdakını yedi, yuxarıdakına düşdü. Özü də spirala. Acıq versən. Zavod sana zavod. Ay, indi bir dəqiqə yığışıb hamımız gələcəyik yanıma. Keçidi mi edəsən? Yox, harasıdır? Yox, qəşəkdir abla. Sənə balıqları pişirib yiyəcəyik, tut. Zibil olacaq. Yox, tərpədirdi. Zibil olmaz. Balıqdır desə, sağa sola çəkir, hə, balıqdır. O, maşallah, əla. Allah bərəkət versin, ala. Bu da bir dənə qəşəng bobla. Ucu. Çox yuxarıda yığma. Şo, əladır. Qəşəng. Mənşə vurata. Sənkini də çəkəcəm, sən şeylə. Babat bobla da yaz. Maşallah, əla. Alınır. Şey görsən, bunun elə dərdi buydu, spiniki dəyişdik, başlığını da dəyişdik. Maşallah balıqlarımıza bax yaz. Çoxalır ha balıqlarda. Yavaş-yavaş əhalini çoxaldırıq. Səndə var Ömər? Hə? Vardı, gələndə dartırdı. Gələndə dartırdı. Ev yoxda dart. Var. Sokuzdan da ki. Hə, var. Səndə də çəkir sağa sola. Yığ. Ömər var. Sokuzdan takım doğru. Yığ, saxlama, yığ.
Yığ, qəşəng. Ver onu da çıxardım. Əla. Üzdə dəniz qurdu. Görsən, bu şeylə bununla tutur Ömər. Bizimki buna gəlmir də bu Kırmızı penoplastda. rengi tutuyor. Kırmızı rengi ona gösterdim değil mi? Ha, ola bilər. Kırmızı rengi Aşağı nasıl? gəl bə, dairəyə. Qurda ha. Aşağı gəl. Şu at geçsin. Bu da Yani sokulacak takım Ömer'in. aşağıya. söndürün. Bunu söndürə bilirəm. Yox, söndürə bilmirəm. Bəsə. Sol əlimlə söndürəməyəcəm. Maşallah. Yeterli balığı oldu. Allah bərəkət versin. Hə, sən o şeyi tutursan, üçüncü gelir. Hələ başlanğıc da, hələ 3 başlayıb. Ya Allah, Allah bərəkət versin, qəşəngdir. Həmənki yerə atdım. Söndürün. Hə. Qəşəng birləşdirmişəm, gəlir. Qəşəng balıqdır özüdənsə. Mənkindən biraz balaca. Ha, Allah bərəkət versin. Bobladır, bobla. Yaxşı keçib ağzına, qaçanmazdı buradan. Allah bərəkət versin. Qəşəng bobla. Hani? Bobla. Aa, oba, qəşəng. Gəlir, daha birazdan sayını itirəcəksən bunun. Bunu inşallah Allah bərəkət versin Ayaz. Bir gəlir, qarmağı dəyişəndən sonra, spiniki dəyişəndən sonra buraya gəlir. Yox, bir dənə yuxarıdakında özün əl gəzdir. Bunu qoyum əlimdən sürüşüb, belib düşəcək suya. Bobla, üstünün o şeyi var, sürüşkəni. Üstü, hə, başı bobla yağlı balıqdır. Amma qızardıb eləyəndə də çolan yağı çıxır. Var, qəşəng. Əla. Amir Ayaz yatmır elədir. Ayaz yapmır, ben de yapmıyorum. O yapmır, ben de yapmıyorum. Yaxşı deyir. Ayaz yatmır. Ha, qəşəng balıqdır, Allah bərəkət versin. Görək indi Amillə çıxardır. Vay Amil çəkir amma, vay Ayazın balığıdır. Yoxdur da. Daha deyirəm. Bu nə söylür mən sol əlimdə. Vurur Ayaz. Sekizinci. Oba, əla. Allah bərəkət versin. Görürsən, Ayaz yatmır, Amil. İndi var, əyilə Ayaz. Qəşəng. Görürsən, Amil. Deyirsən ki, yatırıq. Ömərə bana qalib. Ömər tutur. Amil bir də qanı qaralı baxmır. Ömər bu tərəfə, Amil ərəblərə oxşayır. Dəvəsi ölmüş ərəblərə. Bu tərəfə baxmır. قالوا في الأمثال من أكل كمن بنى وعلى. Sən İraq ərəblərinə oxşayırsan, Filistin ərəblərinə. Ay səni. Ömər atma, bir dəqiqə gözlə. Bir dəqiqə gözlə, bunu yığın. Ha, sən yaxşı. Vurur. Ha, qəşəng. Ala. Bu da bobla. Ay, qəşəng. Allah bərəkət versin. Bobla gəlir Ayaz, pir versən elə. Belə. Ha, siyah. Olma tutmuşam, mən geçəsin. Geçə qəşəng balınca dalman elə bobla gəlir. Ya baxırsa şəhər. Oba. Qəşəng babat da az da. Babatdır. Bunun kimi hiss elədim. Bizdən Bayaq nə deyirsən? Aton kimi çıxartdın ha? Aa, Oldu 10. qəşəng yerə düşdü. Allah. Dostlar, saat hardasa 3 saat olardı belə günorta. Biraz hava da isinmişdi. Dedim siz balıq tutun dostlar, mən gedim. Qəşəng sizin üçün çay qoyum, çörək zad düzəldim ki, həm də acmışdıq biraz.
Yəni qəşəng yemək bişirim. Ömərə dedim, Ömər sən də gəl, gedək mənə kömək elə. 7-8 dənə balıqlardan götürdüm, biraz irilərindən götürdüm balıqlardan, təmizlədim onları qəşəng. Əlbəttə ki, hamısının başını kəsirdim, yəni mən xoşuma gəlmir hansısa heyvana əziyyət vermək. Başını kəsirdim, sonra içini, başını təmizləyirdim. Orada Amil ancaq bizim üçün orada balıq tuturdu hələ. Sonra Ayaz da gəldi yanıma, dedi mən də elə sənin yanıma gəlim. Görüm nə ayırsan sən orada, nə işlə məşğulsan. Sonra Ayaz da gəldi yanıma. Balıqları yaxşı-yaxşı təmizlədim. Hansı ki, iri biraz balıqlar tutmuşduq. Həmişə eləyəm, mən hardasa olanda çalışıram. Elə birinci ən yekə balıqları elə həmin yerdə qəşəng bişirib, yeyim də, sveji, təmiz balıqlardan özümüz üçün dincələk. Məqsədimiz deyildi bizim orada. Yəni gedək səhərdən axşama kimi ac qarnına nə tutduq, elə yığaq, daşıyaq, aparaq. Yəni mənim elə şeylə çox aram yoxdur. Əsas çalışıram ki, yəni istirahət edək çöldə. Ova gedəndə də, balığa gedəndə də nə tutduq, nə vurduq, həmişə onun ən yekəsini, ən irisini təzə-təzə sveji orada bişiririk, təmizləyirik, yeyirik. Ən elə istirahət, yadda qalan xoş məqamlar da elə bunlar olur. Mən deyim də indi yerə insanlar var valla, belə milyonları var, ancaq həyatdan o ləzzəti, o xoşbəxtliyi ala bilmir. Bizim düzdür, heç nəyimiz olmasa da Allah bərəkət versin, nə var var. Ona uyğun dincəlirik, istirahət edirik özümüz üçün. Balığa gedəndə, ova gedəndə, çölə gedəndə, təbiətə gedəndə çalışırıq ki, bu 5 günlük dünyada ömrümüzü heç olmasa mənalı, maraqlı keçirdək. Ona görə də ov eləyəndə də, balıq eləyəndə də həmişə qəşəng belə həmin yerdə də öz tutduğumuzdan, vurduğumuzdan, əlbəttə heç nə olmayanda özümüzdən yemək aparırıq. Yenə ən azından apardığımız yeməklərdən orada bişiririk çöldə, yeyirik. Ayaz da yorulmuşdu, öyle biraz mən çay zadı qoydum, çay zad qaynadı. Balığı zadı təmizlədim. Gördüm ki, Ayaz yavaş-yavaş maşında yatır. Yorulmuşdu. Düzdür, gecədən çıxmışdıq biz. Saat 2-dən duran adamlarıq. Səhər bir partiya yemək yedik. Sonra balıq tutduq. İndi üzü axşama tərəfdə daha gün ortadan keçib. Bir dənə də dedim qəşəng yeyib içməyi düzəldim. İnşallah üzü axşama bir də nə olar, nə olmaz, onlardan tutarıq. İndi çayımız da qaynadı. Çayı da qoydum burağa. Sonra mənim maşınımda demək olar ki, hər şəraitim var da. Çölə çıxanda mən yəni nəsə əlavə götürməyə ehtiyac yoxdur. Ola bilər bəlkə yoldan çörək götürərsən, o heç. Yəni maşında mənim polni ekiprovka hazırlığım var. Çöldə nə vurdun, nə tutdun, orada təmizlə, bişir, yağın, duzun, istiotun, manqalın, tavan, hər şeyin var. Bir dənə qalır sənin orada onu yaxşı rahlayıb bişirməyin. Biz də elə elədik. Elə həmişəki kimi bu balığı qızardanda mənim xoşuma gələn şeydir. Videolarımda da var ilk dəfə o Şirvan kanalda zətdə orada tutduğumuz balıqları da belə qızardırdım. O balığın yanına pomidor da kəsirəm 2 yerə, 3 yerə. Pomidor da atıram. Onda ayrı ləzzəti olur. Pomidor da pişir, o balığın suyu zadı yaxşı dibinə soku yığılır da. Yağlı elə ən dadlı yeri məncə orasıdır. Belə pişirdik özümüz üçün. Sonra da 2 dənə yoldan pomidor zad almışdıq, xiyar yüngül var. Elə onlardan da 2 dənə pomidor da qatdım. Ayaz da gətirmişdi özündən çadır. Demişdim Ayaza səhər-səhər çadır götürər. Nəsə çadırı oraya quraşdırmağa axotumuz olmadı. Açıq çadır quraşdırsaq elə hamımız gedib yatacağıq orada. Ona görə elə deyik çörək yeyək, biraz da fırlanaq, çox gecəyə qalmayaq. Yavaş-yavaş duraq, tərpənək. Qəşəng balıqlarımız da pişdi. Pomidorumuz da pişdi. Çayımız da qaynadı. Gözəl çayımız içinə kək otu zad qatmışam. Qəşəng astara çaydı. Belə qaba yığmışam. Maşında da həmişə hara gedəndə lazım olanda qara çaynik orada, qara tava orada. Qoşuram, naxadı bir dənə çay düzəldir özümüz üçün, içirik. Belə dostlar. Pomidorları, xiyarları da yudum, təmizlədim. Qəşəng bir dənə salat da düzəltdim. Sonra uşaqları da çağırdım hamısını. Amil hələ balıq tuturdu orada. Amil əsl balıq xəstəsi.
Amili buraxasan, həftələrlə dənizin qırağından Allah hamd olsun yığışmaz. Bu belə adamdır. Balığa getdimsə ona başqa heç nə deməm. Balıqlar verərlər, qoy dənizin qırağında yatsın. Allah'ın özü bu başqa adamdır. Balığımız da pişdi. Sonra çağırdım uşaqları ki, gəlin oturaq soymasın. Qəşəng dənizin qırağında bunun ayrı ləzzəti var. Hamısı gəldi, yığışdıq qəşəng. Noşicanlıqla çörəyimizi yedik. Ləzzət elədi. Vallahi belə istirahət eləmək, yəni hər adama qismət olmur. Biz də istədik ki, bu balıq tutmaqdan on fikri yeyək, istirahət eləyək, dincələk dənizin qırağında. Elə də elədik. Sonra çayımız da qəşəng dəm almışdı. Götürdük çayımızı da içdik, yeməyin üstündən. Dincələn dincəldi, yatan yatdı. Ondan sonra axıra yaxın bir partiyada durduq, balıq tutduq. Sonra nə qədər balıq tutmuşduq, hamısını tökdük ortaya, qardaş malı kimi böldük. Ayaz, mən, Amil. Bugünkü günümüz gözəl keçdi. Keçən dəfə sizin videolarınızdan yardıma gəlir, qardaşınla gəlmişdin. İndi burada ikisi birdən gəldi. Sen bırakırsan. Amil. Heç nə daha, heç nə. Bana amil lazımdı. 12. Bana amil lazımdı. Hanı Amil? Hə? Amil yapıp. Amil oradadır. Amil dedim çıxart qıraqda deydi, suya düşəcək. Çıxartdı qıraqda, Amil alır. Sen kifalidir. Hə? Kifalidir diye sen. Yo, bobladı o da. Bobladı. Hə? Elə onda bilmək olur Ayaz. Qəşəng. 16. Allah bərəkət versin. Gəlir. Gəbərik. Harı getdin? Bunu salım paçamın arasına. Всё. Çıx, qəşəng balıq. Ay sağ. Oba. Bu oldu 17. Maşallah balıqlarımız bala çoxalır. Ancaq 5 kişiyə bu yığanda Amir bizdən çox yığdı. Gəlir, gəl görək. 2 dənə də. 2 dənə bobla. Aşağıdakı lap babat bobladı. Allah bərəkət versin. Qəşəng. Var, Allah. 18. Allah bərəkət versin. 19 yoxsa. Nə bilim valla. 19. 18. Qəşəng. 18. Məndə də var deyəsən, vurur. Ha, var. Bunda da var. Var. Gəlir nəsə. Bu da var, qəşəkdir. Qəşək. Bu da bir dənə. Çıxartdın onu, Ayaz, bunu da qardaşınsan. Bunu da qoy onun yanına. Orada gəz içsinlər. Ağzı sayılır. Hə. Ne verdik? 38-8. Bir 86. 86. Balacanın sahibi de arkadaş. Vah, əla. Bugünkü balıqlarımız Amil, mən, Ayaz, Ömər. Gecədən çıxdığımız balıqlar tökdük ortalığa. Allah bərəkət versin. Hələ nə qədərində pişirdik, yedik. Şükür Allah. Pis olmadı. Bugünkü videomuz bu qədər. Hələlik dostlar. İnşallah gələn videoda yenə görüşərik.